Suyun içindəyik də, yəni təmizlik yoxdur, su yoxdur. Uşaqlar məktəbə gedə bilmir, gələ bilmir. Hamı uşaqların buradan qucağında keçidir, neynəsə aparır, gətirir. Həyət bacam suyun içində, evim eşiyim hamısı suyun içindədir. Bu təmizlənsin, qabağı qazılsın, getsin ki, traktor gəlməlidir ki, bu qazılsın, qabağı getsin, su çəksin, getsin. Həyətdən su atmaqdan bezmişik, qırağa çıxa bilmirik, heç yerə gedə bilmirik. Nə mağazinlər, dükan, heç bir yerə gedib çıxa bilmirik. Batmışıq suyun içində. Həmişə belədir valla. Mən 25 ildir buradayım, 25 ildir belədirlər. Bu il vəhşi çoxalıb. Ən acınacaqlı vəziyyət qəsəbənin Sənədurun küçəsində müşahidə olunur. Yağış və qurun suları küçədə hərəkəti demək olar ki, iflic edir. Uşaqlar məktəbə gedə bilmir. Asfalt çəkib, asfaltı qazırlar, bərbad günə qoyublar. Kimə dərdi deyirsən, deyir ki, mən baxmıram. Yol idarəsən deyirsən, deyir, mən niyə dör bura. Oradan uşaq keçə bilər, botu lazımdır bunlara. Ya da sapıq, ya cinsinə gəzsinlər. Buradan uşaqları məktəbə aparırıq. Gör nə vəziyyət ki, biz çiynimizdə aparırıq uşaqlarımızı məktəbə. Neçə illərdir gözümüzü açanda, mən 26 yaşım var, gözümü açanda bu vəziyyətdəyik. Həyətimiz buradan sudur. Hamısı girib dolub həyətə. Sağ olsun bu cavan uşaqlar. Bunlar olmasa biz yapış gündə olarıq. Yəni su çıxar yeməyə yerimiz yoxdur. Bu tərəfdən məktəbdir, oraya insanlar. Həsənabad qəsəbə bələdiyyəsinin sədri Rauf Ələkbərov deyir ki, problemin tam həlli üçün xüsusi layihə tələb olunur. Lakin bələdiyyənin mövcud büdcəsi buna imkan vermir. Həmin yerə qum və qrabil vasitələri töküləcəkdir. Mövcud bələdiyyə büdcəsini nəzərə alaraq bunlar hamısı mərhələli şəkildə icra olunacaqdır.